Sərhədçi qoşunları yeganə qoşundu ki, o 24 saat sərhədi qoruyur. Hər bir klimatik şəraitdə, yayda, qışda, qar yağanda da, yağış yağanda da o sərhəddə olmalıdır. Ben oradan olmuşam 1921-ci ildə Naxçıvan şəhərində. 7 yaşına kimi orada uşaqlığım keçir. Sonra ailə vəziyyətimiz ağır olduğuna görə atam belə bir qərar gəldi ki, köçmək lazımdır Gəncə şəhərinə. Gəncə şəhərinə gəldik. Elə orada mən getdim 1-ci sınıfa dərsə. 7-ci sınıfı qutarandan sonra ailə vəziyyətimiz ağır olduğuna görə mən getdim tekstil texnikuma girdim. Çünki orada stipendiya verirdilər. Tekstil texnikumu 38-ci ildə qutardım. Mənə göndərdilər Bakıya. Zıqda Lenin adına tikinti fabrikası vardı. Orada 5-6 ay işlədim. Sonra mənim böyük qardaşım bu vaxtı Xarkovda oxuyurdu. O mənə dəvət elədi ora ki, gəl burada instituta girəcəm. Mən onun sözü ilə getdim ora. Girdim Elektrotexniki İnstitutun hazırlıq şöbəsinə. Rus dilini pis bildiyimə görə əziyyət çəkirdim, çətinlik vardı. Ona görə əsgərlik vaxtım gəldi. Özüm Dabrovolna getdim. Xarkovda Paqraniçki uçuşu. Bir il orada belə oxudum. Bir elə axıra çatdırmadıq. 41-ci ildə müharibə başladı. Говорит Москва. Передаем важное правительственное сообщение. Граждане и гражданки Советского Союза. Сегодня в 4 часа утра, без всякого объявления войны, германские вооруженные силы атаковали границы Советского Союза. Hamımızı apardılar Rıbınsk şəhərə. Bizim diviziya formirovası oldu. O diviziyanın da əsgərlərinin 80%-i təzəcə dustaqlıqdan buraxılan adamlardı. Yaşlı adamlardı. Onlarla bir ay orada məşğul oldu. Tüfənci öyrətdik, necə atmaq lazımdır. Sonra oradan bizi göndərdilər fronta. İyulun əvvəllərində biz gəldik. İsmailski oblastının Rijov şəhəri vardı. Orada bizim diviziya qalmalı oldu. Və bizə göstəriş verdilər ki, orada bu müdafiə üçün səngərlər qazmaq lazımdır. O vaxtda
Bizdə silah azdır. Mən misal üçün komandir özbaşı kimi avtomat yoxdur məndə. Tüfəng ilə getmişdim. İkinci gün mən yaralandım. Birinci yara mənim boğazımın altından keçdi. Onu dəsmalla bağladım. O günü keçdi. İkinci gün askolkla bu əlimdən yaralandı. Axşam bunu da bağladım. Sanki kəsə getmədim. Üçüncü dəfə axşam məni yaraladılar. Deməli, snayper, Nemenski snayper gülləni elə vurmuşdu ki, məni bu aşağı çinəmə dəymişdi. O yaralanandan sonra mən biraz pis oldum, çox qan itirdim. Məni tək məni bircə o kiçik samolyotların birində Rıcovdan gətirdilər Qorq şəhərinə. Orada Qorq şəhərində hospitalda yatdım bir aya kimi. Sonra dodağım pisləşməmişdi. Doktorlar icazə verdilər ki, o öz-özünə pişəcəksin. Sən burada qalmağın indi yersizdir. Götürdülər, otpusq verdilər mənə bir ay. Gəldim Gəncəyə. Gəncədən voyinkomat məni göndərdi Gürcüstana Zapasnaya briqada vurdu. O Zapasnaya briqadada yaralılar gəlir ora, oradan göndərdilər hər bir cürbəcür hərbi hissələrə. Gürcüstanda tərcüməçi vəzifəsindən baş ofisier vəzifəsinə kimi işlədim. Axalsk şəhərində, sonra Suxumda, sonra Batumda, sonra Tiflisdə. Səkkizinci ildə valideynlərim yalvardılar ki, burada da qraninsadır, Azərbaycanda. Sən də gəl burada elə xidmət elə. Sonra buradan hara məsləhət görərlər, oraya gedərsən. Mən raport yazdım. Raportun əsasında məni çəkdilər Azərbaycana, Prişivka sərbəsinə. Heydər Əliyev birinci dəfə tanış oldum Prişivdə, paqranişik olanda. O dedi, burada Azərbaycanlılar çoxdur mu? Dedim, cəmisi 2-3 nəfər ofisir var. 5-6 nəfər də Azərbaycan saldatı var. Qalanların hamısı başqa millətdir, Rus millətidir. Ukraynadan da, oradan da. O dedi ki, bu qranisya dözülməz bir vəziyyətdir, çünki Azərbaycan qranisatıdır, nədən ötəyə Azərbaycandır, azdır, heç başqa iş yoxdur. Dedi, mən deyəsən, başqa yerə keçmişəm, Bakıya getmişəm. Dedim, təklif eləyən yoxdur. Mən də xahiş eləməmişəm. Bir dəfə xahiş elədim, dedilər, yerində işləməyin vacibdir. Sonra mən Heydər Əliyevdən xahiş elədim, imkan olsa məni kömək edin, çəkim. Təşkilçi orqanlarına.
Dedi fikirləşərəm. 2 aydan sonra onları çağırdılar Bakıya. Saldılar Heydər Əliçin şöbəsinə. Heydər Əliçin o vaxtı 2-ci şöbənin rəisi idi. Çağırdı məni yanına. Dedi, razısanmı? Dedim, çox sağ ol, razıyam. Minnətdarımı bildirirəm. Söz verirəm ki, elə işləyəcəm ki, sizin adınız uca olsun. O vaxtdan başladıq Heydər Əliçinə yaxından münasibəti saxlamağa. Hər yerə gedəndə onunla bir yerdə gedirdim. Onu qoruyurdum. Onun qarşı bəzi məsələlərini həll edirdim. O işimdən razı olduğuna görə bir qərara gəldi ki, göndərsin Naxçıvana orqanın sədri kimi, təşkilatçı orqanın sədri kimi. Orada da işimdən çox razı qaldı. Orada da seçilmişdim. Naxçıvan Vilayət Partiyasının bürosunun üzvü, bir də Naxçıvan Ali Sovetinin deputatı. Bakıya qayıdan kimi. Sonra 76-cı ildə məsləhət gördülər ki, mən Bakıda işləməliyəm. Burada işləyən vaxtı mən 5-ci şöbəni, İstintaq şöbəsini, Xozonun, Domladıq biliyə, bir də bir служба vardı, служба R, называется. Это техническое подразделение. Onu da mənə vermişlər, обслуживать eləməyə. Gənə mən hiss elədim ki, bu şəxsən Heydər Əliçinin təşəbbüsüdür. Çünki o bilirdi ki, mən çox məsuliyyətlə yanaşıram işə. Verilən vəzifələri vaxtında həll edirəm. Bunların hamısını nəzərə alıb da bu böyük şəxsiyyətidir. Bu boyda Respublikanın Təşkilatçı Komitəsində sədrinin müavini olmaq mənim üçün böyük şərəf idi. İşlədim 86-cı ilə kimi. 78-ci ildə gənə Allah rəhmət eləsin, Heydər Əliçin təşəbbüsü ilə general zvaniyası verdi, general rütbəsi verdilər mənə. 86-cı ildə mən ildə öz təşəbbüsümlə ərizə yazdım. Çıxdım atstavkaya. Çıxandan bir il keçməmişdi. Veteranlar Təşkilatı Azərbaycanda təşəbbüsə başladı. Onda mənə də təklif elədilər. Məsul katib vəzifəsində işlədim 92-ci ilə qədər. O vaxt o gün mənə seçdilər sədr. 10 il işlədim. Sonra bizim təşkilatı bizim idarənin rəhbərliyin təşəbbüsü ilə Ümumi Dünya Veteranlar Təşkilatına
üzü çekildi. Ben de seçildim. İBB Dünya Veteranlar Teşkilatı'nın riyaset heyetinin üzvü. Yoldaşım Allah rahmet eylesin, Meryem Zımail'ma. O Moskva'da EVD'nin Ali məktəbini qurtarmışdı. Onları hazırlayırdılar müharibəyə. Türk dilində öyrənirdi o. Ona görə Türkçe sərhədinə göndərdilər. O gün də mən dejurnuydum. Bu gecə saat 2-də Bajondan gəldi. Mən onu qəbul elədim. Çayzad təşkil elədim. Yerzad təşkil elədim. Rahatlandı. O qaldı rahatlama. Mən dejursuya qayıtdım. O vaxtdan başladıq bundan böyle yaxınlaşmağa. Yarım il keçəndən sonra o da razılıq verdi. Orada da elə bir şərait vardı ki, hələ müharibə təcəl qurtarmışdı. Cəmaət, vəziyyət ağırdı. Cəmiyyata heç orada toy eləmirdilər. 3-4 nəfər yığışdıq bizim evə, balaca bir otaq vardı. Orada elə atbet elədik, qeyd elədik ki, evlənmişik, Zaksa getdik ondan sonra. O vaxtdan başladık. O da orada deməli işləyirdi tərcüməci vəzifəsini. Orada tez-tez gedirdik sərhədə. Orada görüşlər olurdu. O tərcümə edirdi. Bir mənlə yox, Naçalnik otriyadıyla da, başqalarıyla da gedirdilər. Orada bir deməli işlədik 48-ci ilə qədər. 48-ci ildə biz Gürcüstandan perevod aldıq Prişipə qəsəbəsinə. Burada da gələn kimi onu tərcüməçi təyin elədilər.
bir yerde başladık işlemeye. Sonra 20 yıl onun slujbası dolandan sonra belə qərara gəldi ki, uşaqlara baxmaq lazımdır, evə baxmaq lazımdır. O da işləyir, mən də işləyir, çətinlik çəkirik. O da ərzə verdi. Onu da o pensiya çıxartdılar. 53-cü ildə Məryəm İsmayılova SSR-in bir qrup qadınlarla birinci olaraq sərhəd qoşunları ilə əlaqədar olan medalla təltif olunmuşdu. Yəni, 3 evladım var. Bir oğlandır. O mənim yolumca getdi. Bizə rütbə verəndə əlimizi sıxıb deyirdilər ki, təbrik edirik. Biz də deyirdik ki, sluji Rodini. Bu bizim cavabımızdır. Ölkəyə xidmət edirəm. Fəxr edirəm ki, sərhəd qoşunlarında xidmət eləmişəm. Mən fəxr edirəm ki, paqranişnik kimi gedib vuruşmuşam nemeslərlə.